Uşaqlar, deyəsən siz quşları çox sevirsiniz. Ən çox hansı quşları sevirsiniz? Mən toyuğu sevirəm. Həm də qızardılmış kartofla. Ləzzət. Nə? Uşaqlar, ən yaxşı rəqəm hansı rəqəmdir? Əlbəttə ki, 5. Elə buna görə sənə 5 konfet hədiyyə edirəm. Bilsəydim konfet verəcəksiniz, 15 deyərdim. Nə? Rəşad, axı nəyə görə ingilis dilini hələ də yaxşı öyrənməmsən? Bu dildə dünyanın yarısı danışır. Bu dildə dünyanın yarısı danışır. Mən danışmasam da olar. Uşaqlar, deyə bilərsiniz ki, ailənizdə ən çox kimi istəyirsiniz? Mən bacımı çox istəyirəm. Nəyə görə məhz bacını? Çünki o mənə göndəriyimi elə yerdə gizlədib ki, heç kim tapa bilmir. Mirkənam, de görüm dahi Nizami Gəncəvi neçənci ildə dünyaya gəlmişdi? 1141-ci ildə. Bəs 1144-cü ildə nə baş vermişdi? 1144-cü ildə onun 3 yaşı tamam olmuşdu. Sakitdir, səsiniz gəlməsin, yerdən durmayın. Uşaqlar, mənim gedib nə demək lazımdır? Çox şükür! Çox şükür, müəllim, çox şükür. Uşaqlar, muzeydə olarkən ən çox nələri müşahidə etdiniz, nəyi bəyəndiniz? Sinifimizdəki qızların pilləkəndən yıxılması çox maraqlı idi. Buyur, nə demək istəyirdin Fərid? Demək istəyirdim ki, sabah məktəbə gəlməyəcəm. Axı nəyə görə? Yazmağı bacarmıram, oxumağı da. Üstəlik söhbət eləməyi də qoymursunuz. Nə? Şimdi ağıllı şagirdlə dəcəl şagirdin fərqi nədədir? Dəcəl şagirdləri evdə valideynləri döyüb öyrədir. Ağıllı şagirdləri isə bütün sinif. Sinif? Uşaqlar, deyin görün böyüyəndə hansı peşə sahib olmaq istəyirsiniz? Mən şaxta baba olmaq istəyirəm. Axı nəyə görə? Bir gün işləyəcəyəm, bir il evdə oturacağam. Müəllim, deyirlər ki, dünyanın 7 möcüzəsi var. Bəli, var. Sən onları sədalaya bilərsən? 1, 2, 3, 4, 5, 6, 7. Gözəl balalar, nəyə görə balıqlar danışa bilmir? Müəllimə, əgər sizin başınızı suya salsalar danışa bilərsinizmi? Ağıllı balalar, A hərfindən sonra hansı hərflər gəlir? Mən bilirəm. A hərfindən sonra əlifbanın digər hərflər gəlir. Mirzə, de görün bugün dərsimizə necə hazırlaşmışam? Əlbəttə hazırlaşmışam. Görün anam nə qədər piraşki hazırlayıb. Necə? Dəftərlərinizi açın. Bugünkü mövzumuz mən böyüyəndə kim olacam adlanır. İnşalarınızı yazın. Raul, sən niyə yazmırsan? İş arasındadır ki, mən bağ müdürüyəm. Gözləyirəm ki, katibəm gəlib çıxsın. Uşaqlar,
Siz Qırmızı Papaq nağılından nə öyrənmisiniz və bu nağıldan özünüzə nə götürmüsünüz? Bu nağıl bizə öyrətdi ki, nənələrimizi daha yaxşı tanıyaq. Hətta canavar parklarında olsa da. Uşaqlar, ay uşaqlar, deyin görüm burnunuzdan və qulaqlarınızdan bir şikayət varmı? Mənim şikayətim var. Burnum və qulaqlarım müzəkkər geyinərkən mənə mane olur. Uşaqlar, do you speak English? Do you speak English? Do you speak English? Yes, I am speaking English. My name is Nazilə. Necə? Uşaqlar, deyin görüm Qar Kraliçəsi və Maral nə zaman rastlaşırlar? Mən bilirəm. Onlar ədəbiyyat kitabının 34-cü səhifəsində rastlaşırlar. 34. Yox, mən daha dözə bilmirəm. Bu dəhşətdir. Sabah dərsə valideynsiz gəlməyəsən, anladın? Əlbəttə anladım. Bəs birisi gün necə? Oğlum, sən yenə təcrübəsən? Axırına vaxta kimi davam edəcək. Müəllim, siz demişdiniz ki, hələ oxumaq gec deyil. Əziz balalar, bu gün sinifimizdə böyük bir hadisə baş verib. Deyin görün bu kitab kimindir? Mənim, nə baş verib ki? Afərin Əsən. Bu yeganə dərslikdir ki, burada heç kimə boynuz çəkilməyib. Boynuz? Uşaqlar, bu gün çox maraqlı mövzumuz olacaq. Bugünkü mövzumuz Windows adlanır. Nə yaxşı. Bəs kompüterlərimiz hardadır? Kompüter? Vedrələri cəld götürün, pəncərələri yumağa başlayın. Windows, Windows. Müəllim, deyin görün kiminsə eləmədiyi işə görə cəzalandırmaq olar? Yox, əlbəttə ki, olmaz. Nə olub ki? Lap yaxşı, mən də ev tapşırıqlarımı yerinə yetirməmişəm. Ağıllı balalarım, bu gün mən sizə alimlərdən danışmaq istəyirəm. Müəllimə əziyyət çəkməyin. Özünüzdə yormayın, biz siz hər bir sözünüzə inanırıq. İnanırsınız? Əziz müəllimlərim, indiki uşaqlara dözmək olmur. Bu valideynlər axı hara baxır? Dərsi bir dəfə başa salıram, başa düşmürlər. İkinci dəfə başa salıram, başa düşmürlər. Üçüncü dəfə başa salıram, özüm başa düşməyə başlayıram. Onlar yenə də başa düşmürlər. Oğuz, bir görün 5 vurulsun 5 nə qədər edir? 70. Yaxşı fikirləş. Bəlkə 75. Axı nəyə görə? 5 vurulsun 5 bərabərdir 25 ya da 35. Uzaq başı 45, lakin 70 yox.
Nuranə, sənin S hərfini heç bəyənmirəm. E hərfinə bənzəyir. Mən də sizin 5 yazmağınızı bəyənmirəm. Elə bil 3 yazırsınız. Deyin görün pəncərəni kim qırıb? Mən ikinci dəfə soruşuram, pəncərəni kim qırıb? Mən üçüncü dəfə soruşuram, pəncərəni kim qırıb? Müəllim, artıq keçir. Dördüncü dəfə də soruşuram. Nuray, sənə nə olub? Xəstələnmirsən? Yox, müəllim. Sadəcə evimizdə su gələn gündür. Anam mənə yaşını çimdirib. Uşaqlar, məktəbdə olduğunuzu unutmayın. Sözünüz olarsa əlinizi qaldırın. Müəllim. Buyur oğlum, nə demək istəyirsən? Heç müəllim, bilmək istəyirdim ki, bu mexanizm necə işləyir? Mexanizm? Afərin oğlum, ev tapşırığını çox gözəl yerinə yetirmisən. Amma bir misaldan başqa. Bu ona görə baş verdi ki, atamı işə çağırdım. Yoxsa atama yazdırardım. Atanı?